Salam, hər vaxtınız xeyir olsun. Bu gün 9-cu sinif 20 aprel buraxılış imtahanı suallarını izah edəcəm. 13-cü sualla başlayırıq. Deməli, düzgün sözünü istəyir bizdən. These photos were taken by my friend. Bu şəkillər mənim dostum tərəfindən və with a mobile phone, mobil telefon vasitəsilə çəkilib. Ona görə düzgün cavabımız 13-də D variantı olacaq. 14-cü sualda money by the villagers. Money təkdə olduğu üçün D və B variantlarını çıxırıq. Daha sonra baxırıq ikinci sırada they it to the police. They were given olmaz, məchulda işlədə bilmərik və birinci sırada da by olduğu üçün yenə də Y variantını çıxırdıq. İndi zaman uzlaşmasına baxırıq. C variantında indiki və keçmiş zamandır. Amma A variantında hər ikisi keçmiş zamandır. Düzgün cavabımız A variantıdır. 15-ci suala baxırıq. Düzgün passive voice cümləsi istəyir bizdən. Düzgün passive voice cümləsi necə olur? To be, am, is, are, was, were, shall be, will be, plus feilin üçüncü forması və yaxud da have been, has been, had been, plus feilin üçüncü forması olmalıdır. A-da köməkçi feil yoxdur. C-də to be var, sadəcə özündən sonra ing-li feil gəlib. D-də yenə köməkçi feil görmürük və Y-də də yoxdur. Düzgün cavabımız B variantı. Köməkçi feilimiz to be plus feilin üçüncü forması. Cotton is planted in different parts of Azerbaijan. Pambıq Azərbaycanın müxtəlif hissələrində əkilir. 16-cı suala baxırıq. Düzgün artikel istəyir bizdən. There is collection, burada tək isim olduğu üçün, sayılan tək isim olduğu üçün bizə E və yaxud da an artikeli lazımdır və site səslə başladığına görə an artikelini götürəcəyik. An art collection in the museum şəklində işlədirik və B variantı düzgündür. 17-ci suala baxırıq. Is a person's behavior or way of acting. Bir şəxsin davranışı və yaxud da fəaliyyət üsuludur. Bu nədir? Manner, davranış. Y variantı doğrudur. 18-ci suala davam edirik. 18-ci sualda düzgün modal feil istəyir bizdən. My mother is very tired. Anam çox yorğundur. Çox yorğundursa gərək mən ona kömək edəm. Amma ilk öncə D variantında can-in to-su olmur. C variantında yenə might-in to-su olmur. Y variantında have to lazım idi. A və B variantı arasında qalırıq və anam yorğundursa gərək mən ona kömək edəm. Ona görə B variantı doğrudur. 19-cu sualda isə the information in those books. Deməli, söz önü var, bizdən uzlaşma istəyir. Mübtəda xəbər uzlaşmasıdır. Söz önü varsa information sözünə baxmalıyıq. Information təkdədir. 3 və 4-ü çıxırıq və məchul növdə olduğu üçün will be taken olmalıydı. Will-in B-si yoxdur, ona görə düzgün cavab 2 və 5 C variantı doğrudur. 20-ci sualla davam edirik. 20-ci sualda possessive case, yiyəlik hal istəyir bizdən. Baxırıq. A variantı saxlayaq. A variantını B variantında men apostrof S olmalıydı. Deməli, B variantı yanlışdır. B variantı yanlışdır. C variantına baxırıq. These varsa mən yox, men olmalıydı. C variantı da yanlışdır. D variantında yenə apostrof S olmalıydı. Yenə yanlışdır. Və Y variantında isə men cəmdədirsə, this yox, these olmalıydı. Cəmdə olmalıydı. Ona görə düzgün cavab A variantıdır. Və laqıc təkdə olduğu üçün xəbəri də was təkdə götürülüb. 21-ci suala baxırıq. Is making coffee today. Bugün kofe hazırlayır. Kim bugün kofe hazırlayır? C variantı doğrudur. Və sonuncu qrammatika 22-ci sualımıza baxırıq. Düzgün bağlayıcı istəyir. They didn't invite me to the party. Onlar məni partiya, şənliyə dəvət etmədilər. I didn't go. Mən də getmədim. Deməli, onlar məni şənliyə dəvət etmədilər. Beləliklə, mən getmədim. Y variantı so doğrudur.